Kanalıma abunə olanlar və yaxud da ki, videoları mütəmadi olaraq izləyənlər, yəqin bilirsiniz ki, mən bu YouTube kanalımda daha çox hökuməti tənqid etməklə Azərbaycan iqtidarının siyasətini və onun idarə etməsini tənqid etməklə bağlı videolar paylaşıram və öz fikir və tənqidlərimi bildirirəm. Bu gün isə mən bir kitab haqqında danışacağam. Əslində bu kitab da siyasi məsələdir. Bu kitab hər hansısa bir ədəbiyyat mövzusu deyil və yaxud da bir roman deyil. Bu İlqar Məmmədovun bu kitabı onun həbs həyatındakı 6 ilində apardığı hüquqi və siyasi mübarizəni haqqındadır. Və bu həbsdə hər hansısa bir yaşanan problemlərlə bağlı və yaxud da ki, bir insanın ailəsindən uzaq düşməsi haqqında mənəvi istirablarla bağlı deyil, yəni qısa deyim. Və bu daha çox İlqar Məmmədovun həbsxanadan apardığı və həbs illərində və ondan az sonra apardığı siyasi və hüquqi mübarizə ilə bağlıdır. Mən öncə bunu qeyd edim ki, mənim bu video çıxışım heç bir halda kommersiya məqsədli deyil. Onsuz da İlqar bəy bu kitabı çox məhdud sayda satışa buraxıb və mən heç tam əmin deyiləm ki, siz bu videonu izlədikdən sonra bu kitabı alıb oxumaq istəsəniz tapa bilərsinizmi, yoxsa yox. Amma məlumat üçün qeyd edim ki, mən Əli Vəlinovdan bunu almışam və burada heç bir kommersiya məqsədi yoxdur. Mən bir neçə amilə görə indi onu videoda xüsusi qeyd edəcəm. Ona görə də bu kitab mənim üçün xüsusilə çox önəmlidir. Ona görə də mən bu kitab ətrafında və siyasi kontekstdə danışmaq istəyirdim və bu kitabda məndə yaratdığı təəssüratlar haqqında danışmaq istəyirdim. Bu bayram günlərində zaten evdəsinizsə videonu sona qədər izləyin, abunə deyilsinizsə kanalıma abunə olun. Çünki bu videonun daha çox insanlara çatmasına yardımcı olur. Başlayaq əsərdən. Mən öncə onu qeyd edim ki, bir çox insan kimi mən özüm də İlqar Məmmədovu Aynisdəki debatlardan tanıyıram. Amma təbii ki, mənim yaşım 2009-2013-də mən onda məktəbli idim. Siyasi marağım var idi, siyasi məsələləri, amma onda mən İlqar Məmmədovu açıq tanımırdım. Mənim İlqar Məmmədovu tanımaq illərim 2015-2016-cı ilə təsadüf edir. Konkret olaraq 2016-cı ilə və mən YouTube üzərindən elə yerləşdirilən videolarda İlqar Məmmədovun bir neçə videosu qarşıma çıxdı, izlədim və daha sonra demək olar ki, bütün onun videolarını izlədim və çox heyranlıqla izləmişdim, açıq ilk dəfə burada qeyd edirəm və mənim çox marağıma səbəb olmuşdu. Sonra maraqlanıb öyrənmişdim ki, həbsdədir və real hərəkatı ilə tanış oldum, gedib realın üzvü oldum və mən həmin dövrlər Facebookdakı yazılardan və özümün də gəldiyim yanlış qənaətdən mən belə düşünürdüm ki, İlqar Məmmədov İlham Əliyev və Rıza Şəhbəhləvinin yolunu gedirsən sözünə görə həbs olunub. Bu kitabda da İlqar bəy onu göstərib, düzdür, mən özüm də sonradan biz partiyada şəxsi danışıqlardan artıq mən öyrənmişdim ki, İlqar Məmmədov bu ifadəyə görə yox, canlı yayımda bu ifadəyə görə yox, prezidentliyə namizəd olduğuna görə həbs olunub və bu kitabda siz onu dəqiqliklə görüb öyrənə biləcəydiniz ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında Real Hərəkatı tərəfindən Respublikaçı Alternativin prezidentliyə namizəd olması haqqında onlar rəsmi məlumat yayırlar ki, oktyabr ayında keçirilən seçkilərdə bizim namizəd İlqar Məmmədov olacaq və ondan heç 20 gün keçməmiş artıq İlqar Məmmədov həbs olunub. Saxta, təbii ki, işlər, necə ki, indi 400-ə yaxın Azərbaycanda siyasi məhbus var. Və İlqar Məmmədovun bu kitabı da mənim çox marağıma səbəb olan bir məsələ var. İlqar bəy Avropa İnsan Hüquqları Məhkəməsinə ərizəsini özü öz dəstəxəti ilə ingiliscə yazıb göndərir. Amma Azərbaycan praktikasında, Azərbaycan və digər ölkələrdə təbii ki, hər kəs öz dilində yazır, bu daha sonra tərcümə olunub göndərilir. Mən düşünürəm ki, mənim bunu deməyimdə bir problem olmaz. İlqar bəy özü də kitabda qeyd edib ki, vəkillərinin hər hansı bir təhqirlərdən qorunmaq üçün vəkil və yaxud da ki, digər ətrafının yazılacaq ərizənin mətninin xırda qüsurlu və yaxud da dəyişdirilməsi riskini nəzərə alaraq özü öz dəstəxəti ilə birbaşa, yəni tərcüməsinin dəyişdirilməsi riskini nəzərə alaraq düzəltsəm, birbaşa ingiliscə yazaraq göndərib və sonradan onun özünə də bəlli olub ki, sən demə ingiliscə göndərmək prosesi 6 ay daha tezləşdirirmiş. İndi təsəvvür edin, İlqar bəy onu Azərbaycanca yazsa, heç orada hər hansısa bir dəyişikliklər olmasa,
Bunun tərcümə olunması, Avropa İnsan Hüquqları Məhkəməsində bir neçə dildə tərcümə olunması, ondan sonra onun təsdiq olunması, sonra müzakirəyə çıxarılması 6 ay zaman alardı. İndi mən özüm də prezident olmaq istəyən bir gəncəm, siyasətçiyəm. Mənim ambisiyalarım prezident olmaqdan ötəridir. Mən ona görə siyasətdəyəm və bunu həmişə bildirirəm. İndi bu mənim özümə də bir dərsdir ki, mən özüm ingiliscəni yaxşı deyil, mənim ingilis dilim. Və deyəsən mən özüm də ingiliscəni yaxşı öyrənməliyəm ki, mən də gələcəkdə Azərbaycanda heç kəs həbsdən sığortalanmayıb, xüsusilə də hökumətin tənqidçiləri və mənim kimi prezident olmaq istəyən bir insan. Mən ümid edirəm ki, siz mənə həbsə hazırlanmırsınız, heç mən də özümə həbsə hazırlanmıram, amma gözə də almışam, əgər həbs olunacamsa, olunacam da. Ona görə də deyəsən mən özüm də ingilis dilini yaxşı öyrənməliyəm. İlqar bəy, bu detal üçün çox sağ olun, əgər videonu izləyərsinizsə. Və digər məsələlər və həbsdə göstərdiyi dirəniş, orada müəyyən təzyiqlərə məruz qalması, təhdidlərə məruz qalması, ailəsini müəyyən təzyiqlərə məruz qalması, bunlar bizim artıq bildiyimiz məsələlərdir və İlqar Məmmədov birinci adam deyil o təzyiqlərə məruz qalan və təbii ki, sonuncu adam da deyildi. İndinin özündə də hətta bizdə nə qədər siyasi məhbus varsa, onlar müxtəlif psixoloji, fiziki təzyiqlərə məruz qalırlar, təhdidlərə məruz qalırlar, onları ailələri ilə təzyiq edirlər. Bu, Azərbaycan hökumətinin 93-cü ildən üzü bu tərəfə hələ də davam etdirdiyi bir alətdir. Siyasi məhbuslara bir təzyiq alətidir. Amma burada İlqar Məmmədov məsələsində azca bir fərq də var. İlqar Məmmədov ən populyar Azərbaycanda siyasi məhbus olub. Və zarafat deyil, Fransa prezidentinin İlham Əliyevlə, Makronun İlham Əliyevlə İlqar Məmmədov məsələsini müzakirə etməsi və yaxud da İlham Əliyevin özünə İlqar Məmmədov haqqında, İlqar Məmmədov həbsdə olarkən bir neçə dəfə direkt İlham Əliyevin özünə sual verilməsi və həm də mən şəxsən ilk dəfə bu kitabdan öyrəndim ki, İlham Əliyev İlqar Məmmədov həbs olunmazdan öncə tanıyırmış. Həm də İlqar Məmmədovun qeyd etdiyinə görə müsbət fikirlərdəymiş. Amma nə əcəbsə, İlqar Məmmədov prezidentliyə namizədini verdikdən sonra o müsbət düşüncələri olan bir insanı belə saxta qərarla həbsxanaya göndərir. Amma doğrudur, 2020-ci ildə saxta olmasını özləri də təsdiq edirlər ki, tam bəraət verirlər və kompensasiyası da üzərində. Və İlqar Məmmədovun həbsdə olanda üzləşdiyi haqsızlıqlar təkcə Azərbaycan hökuməti tərəfindən deyildi, həm də Azərbaycan vətəndaş cəmiyyəti tərəfindən olub. İndi kitabda önəmli nüanslar var. Bir tanınmış Azərbaycanlı iqtisadçı, vətəndaş cəmiyyəti nümayəndəsinin mən sizə bir spoiler də verim ki, sonradan partiya sədri olmuş, daha sonradan həbs olunmuş, amma həbsxanadan çıxandan sonra da partiyasını da, özünün də siyasi fəaliyyətini buraxmış bir insan, amma həm də bizə Real Partiyasında İlqar Məmmədov özünə satılmış deyən, uzun müddət bizi şərləyən, bizi sınmaqda, mən dırnaq arasında təbii ki, bunu Lori ilə qeyd edim, sınmaqda ittiham edən şəxsin Azərbaycan hökuməti qarşısında necə çəkindiyi üçün İlqar Məmmədovun adını müəyyən və çox da ciddi olan bir müzakirə platformalarında onun adını, onun mövzusunu salınmaması üçün olan dırnaqarası cəhdləri məsələsi var ki, siz kitabı oxusanız onun şahidi olacaqdınız. Mən daha çəkmək istəmirəm, amma mən ümid edirəm ki, videonu izləyənlər mənim verdiyim spoilerlərdən tam aydın oldu söhbət kimdən gedir. Həmin insana da səyahətində və həyatında uğurlar, İlqar Məmmədovun ləkələnməsi, onun şərlənməsi ilk və son hal deyildi zaten. İlqar Məmmədov həbsdən öncəyə də bu aiddir, həbs dönəminə də bu aiddir. Həbsdən sonra ümumiyyətlə hamıya bəllidir həbs. 2019-cu ildən nələr yaşandı və reala olmazın böhtanlarının atılması İlqar Məmmədovun özünə. Halbuki İlqar Məmmədov Azərbaycanda 18-ci maddə ilə həbs olunması sübut olunmuş Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan hökumətini 46.4-cü maddə ilə ittiham etdiyi yeganə şəxs olub ki, Azərbaycan hökumətini İlqar Məmmədovu dəfələrlə azadlığa çağırmasına baxmayaraq, Azərbaycan hökuməti İlqar Məmmədovu azadlığa buraxmamışdı və artıq Azərbaycan hökumətinin Avropa Şurasının üzvlüyündən çıxarılması məsələsi gündəmdə idi.
18-ci maddə. Azərbaycanda ilk və tək 18-ci maddə ilə həbs olunmuş şəxsdir İlqar Məmmədov. Avropa İnsan Hüquqları Məhkəməsinin tanıdığı 18-ci maddə ilə təbii ki, mən demək istəyirəm. Siyasətçi kimi həbs olunmuş şəxsdir. Bloger kimi həbs olunmaq başqa, bloger fəaliyyətinə görə, jurnalist fəaliyyətinə görə və yaxud da ki, ictimai fəaliyyətinə görə, aktivist fəaliyyətinə görə, bunlar təbii ki, bunlar da siyasi məhbus kateqoriyasında gedir. Təbii ki, siyasi məhbusdurlar. Amma siyasətçi kimi həbs olunmaq, bunu ilk İlqar Məmmədov olub Azərbaycanda. Və prezidentliyə namizəd kimi həbs olunub həm də. Amma əf ərizəsi yazmadan çıxıb. Amma içəridə dirəniş nümayiş etdirib. Yəni içəridə, lori dildə deyirəm, həbsxanada dirəniş nümayiş etdirib. Həbsxanada inanılmaz bir hüquqi üstünlük qazanıb, hüquqi zəfər qazanıb çıxıb. Amma ona rəğmən Azərbaycan vətəndaş cəmiyyəti, Azərbaycan müstəqil media özünü adlandıran bəzi media insanları, özünə müxalif deyən bəzi siyasətçilər, klassik müxalifətçilər xüsusilə necə də düşmüşdülər İlqar Məmmədovun üstünə. Hökumətdən daha çox az qalır. Və İlqar bəyin elə kitabında qeyd etdiyi hüquq mühafizə orqanlarının onun həbsxanada onunla görüşməsindən, orada işlənən bəzi diyaloqlardan da bəlli idi. Əslində İlqar Məmmədov elə bilirmiş ki, o azadlığa çıxdıqdan sonra təxminən kimləri onun üzərinə yönəldəcəklər, təxminən kimlərin hücumuna məruz qalacaq. Amma təbii ki, təxmini bunu bilirdi. Ada təbii ki, bilə bilməz. Əslində normaldır, hüquq mühafizə orqanlarının prezidentliyə namizəd olmuş bir şəxslə həbsxanada görüşüb hər hansı bir məsələləri müzakirə etmək, onu nədənlərdənsə çəkindirməyi Azərbaycan kimi ölkələrdə bu çox normaldır. Yəni olmaması əslində təəccüblü olardı, nəinki olması. Bu praktikada olan bir şeydir. Amma həmin görüşlərin nəticəsizliyi əslində sonradan həm də İlqar Məmmədovun bu qədər hücuma məruz qalmasının bünövrəsi oldu. Çünki onlar o görüşlərdə istədiklərini əldə edə bilməmişdilər. Onlar İlqar Məmmədov əf ərizəsi yazmağa məcbur edə bilməmişdilər. Ona müəyyən təzyiqlərlə bunu bacarmamışdılar. Və onun qisasını təbii ki, necəsə alacaqdılar. Aldılar da. Hələ də almaqdadırlar. Hələ də bu davam edir. Zaman-zaman bu maşın realı İlqar Məmmədov hədəf seçir. Məsələ təkcə bu kitabda deyil, ümumiyyətlə, real yarandığı gündən bəri fərqli olub. Klassik müxalifətdən, vətəndaş cəmiyyətindən, liberal çevrədən və ona görə də real həmişə daha az kəsimin bəyəndiyi və daha çox kəsimin tənqid hədəfinə məruz qalıb. Amma tutduğu yoldan dönməmək və tutduğu ideyalardan dönməmək ən əsas şərtdir. İlqar Məmmədovun həbsinin son gününədək orada apardığı mübarizə də bunun göstəricisi idi, bunun nümunəsi idi. Və təsəvvür edin ki, siz bir siyasətçi üçün ən yaxşı yaşınızda, 42 yaşınızda həbs olunursunuz və sizin azadlığa çıxma yaşınız artıq 49-50 arası olur. Bu, bir siyasətçinin ən yaxşı vaxtlarının həbsxanada keçirilməsi deməkdir. Görün, bir insanın həyatından nə qədər alınıb, amma o insan yenə də sonuna dək mübarizə aparır. 2018-ci il İlqar bəy həbsdən azadlığa çıxsa da bu tam azadlıq deyildi zaten. Bu əvvəlcə polis nəzarətinə verilməklə bağlı idi, sonra şərti azadlıq və sonra tam bəraət aldı. Və bütün bunlardan sonra yenə də İlqar Məmmədov yenə də seçkilərə buraxılmırdı zaten. 2020-ci il seçkilərinə belə buraxılmadı. İndi 2024-cü il seçkilərində də niyə namizəd olmaması prezident seçkilərində onun kitabında qeyd edib, mən o haqda nəsə əlavə şərh vermək niyyətim yoxdur. Və maraqlananlar İlqar bəyin Facebookdakı yazılarından baxıb, kitabı əldə edə bilməyənlər Facebookdakı yazılarından belə bunu öyrənə bilərlər və onun profilini göz gəzdirib bunu öyrənə bilərlər. Bu kitab təkcə, kitabda çox maraqlı digər məsələlər var. Mən sadəcə uzun-uzadı danışmaq istəmirəm, həm sizin vaxtınızı almaq istəmirəm, həm də ki, bu bir qədər etik də deyil. Çünki bir insanın yazdığı bir kitabıdır. Mən bu kitabı burada hərfi-hərfinə, cümləsi-cümləsinə oxumağı etik saymıram. Və bu, Azərbaycanda xüsusilə siyasi ambisiyaları olan, siyasətçi olmaq istəyən və yaxud da ki, hətta hüquqşünas olmaq istəyən, vəkil olmaq istəyənlər üçün belə
çox önəmli bir materialdır. Yəni siz fikir verdinizsə, mən təkcə bunu kitab demədim. Kitab olması aydındır, gözlə görünən bir kitabdır. Amma bu həm də çox önəmli bir materialdır. Bu həm də çox önəmli bir datadır. Siyasətçi olmaq istəyən üçün, siyasi ambisiyaları olan bir kəs üçün, hüquqşünaslar üçün, hüquq fakültəsinin tələbələri üçün. Mən düşünürəm ki, insanlar burada yazılanlardan müəyyən nəticələr çıxara bilərlər. Bu kitab ən çox da onun üçün dəyərlidir. Faktlar var burada, mövcud faktlar var və bir xüsusi mənim diqqətimi bir şey çəkdi. Burada İlqar bəy ad qeyd edir. Avropa Şurası deputatların adlarını, kimlər ki görüşə gəlib, kim nə deyib, orada reaksiyalar necə olub. İndi mən təbii ki təfərrüatlı danışmaq istəmirəm. Və burada ad qeyd olunub. Bu çox önəmlidir. Bu İlqar Məmmədovun özünə güvəninin və nə qədər dürüst olmasının göstəricisidir bir növ. Ümid edirəm ki, bu çəkdiyim video fərqli yanaşılmaz. Çünki insanlar bir daha başda qeyd etdiyimi, bir daha təkrar mən söyləyim. İnsanlar düşünə bilər ki, burada müəyyən bir maraq var, yaxud da ki, bu kitabın təqdimatı idi. Xeyr, bu nə kitabın təqdimatı idi. Burada nə, bir daha təkrar edirəm, hər hansısa bir maraq var. Burada mən bir prezident olmaq istəyən bir Azərbaycanlı kimi özümdən əvvəlki bir nümunəyə baxıram və prezident seçkilərində namizədliyini elan etmiş İlqar Məmmədovun həbs кейsi və onun apardığı hüquqi mübarizə və onun qalib gəldiyi hüquqi mübarizənin yolu. Bu kitab mənim üçün ona görə önəmlidir və mən ona görə xüsusi qeydlərimi etdim və təbii ki, özüm üçün götürdüyüm də xüsusi qeydlər var. Onlar hamısı mənim ayrıca çıxartdığım nəticələrdir. Ümid edirəm videonu sonadək izlədiniz və videonu bəyənməyi, kanala abunə olmağı və kimlərəsə bu videonu önərmək istəyirsinizsə paylaşmağı da unutmayın.